Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Şirvanşahlar, Ağqoyunlular, Qaraqoyunlular variantlarda verilibdir. İndi isə baxaq. Avropa dövlətləri ilə hərbi ittifaq qurulması. Hərbi ittifaqı quran Ağqoyunlu dövləti olubdur. Ona görə də mütləq qaydada burada 2-yə A olmalıdır. 2-yə A olan cavabımızda 2 dənə cavab da var. Digər variantları dərhal ixtisar edirik və suala baxmağa davam edirik. 16-cı əsrdə süqut etməsi. 1503-də Ağqoyunlu dövləti süqut edibdir. Dərbəndilər də 1538-də süqut edibdir. Yəni Şirvanşahlar dövləti. Ona görə 4-ə mütləq qaydada B variantı uyğunlaşmalıdır. 4-ə B variantında qoyduqda artıq bizim düzgün cavabımız məlum olur. İndi isə sualın geri qalanına baxaq. Burada 1-ə C qeyd olunubdur. 1-ə C görək nədir? C variantında deyir ki, Terek döyüşündə iştirak etməsi. Həqiqətən də İbrahim Dərbəndi 1395 Terek döyüşündə iştirak edibdir. 3-ə baxırıq. 3-ə Y variantını veribdir. Teymurilər dövlətinin paytaxtının tutulması. Həqiqətən də Cahanşah Teymurilər dövlətinin paytaxtını tutmuşdur. Ona görə də 3-ə Y olmalıdır. 5-də isə D variantı qeyd olunubdur. Ərdəbil şeyxlərinin məğlub edilməsi. Bəli, Venn diaqramında verilən bu dövlətlər müxtəlif vaxtlarda bir-biri ilə ittifaqlar quraraq Ərdəbil şeyxlərini məğlub ediblər. Ona görə də 5-ə D variantının olması düzgündür. Burada ən düzgün cavab isə budur.